Herkese salam olsun. Dostlar, bu şeirimi kendimizin değerli oğlu İlqar Sultanova yazmışam. Mənim üçün çox dəyərli qardaşdır. Həm kəndçiyik, həm qohumuq. Bunlardan əlavə çox gözəl, təmiz ürəyi var. Həmişə mənə dəstək olub. Mənim həmişə köməyimdə durub. Bu kitabın çıxmağında da mənim böyük rolu olubdur, böyük dəstək olub. Ona görə də öncədən böyük təşəkkürümü bildirirəm İlqar müəllimə. Yazmışam ki, Almalıq kəndinin mərdoğlu mərdi heç vaxtı dəstəyin əsirgəmədi. Əl tutmaq əlidən qalıbdı dedi. El oban fəxr edir səninlə İlqar. Sadəlikdə yox tayın bərabərin. Hər kəsə uzandı kömək əllərin. Su kimi şəffafdır sənin ürəyin. Hər zaman hörmətli olasan İlqar. İntiqamam budur arzu diləyim. İntiqamam budur arzu diləyim. Allah Taala daim olsun köməyin. Qismət olsa Almalıqda görüşəlim. Adın kimi vüqarlısan sən İlqar. Qismət olsa Almalıqda görüşəlim. Adın kimi vüqarlısan sən İlqar. Adın kimi vüqarlısan sən İlqar. Allah can sağlığı versin belə dəyərli qardaşları. Allah həmişə var etsin. Sağ olun.